Neurotime olaraq bir, süni intellekt həlləri baxımından bazarda təkliflər veririk. 2, marketinq texnologiyaları. Süni intellekt baxımından həllərdə istəyir marketinq texnologiya olsun. 2 təyinat var. 1, biznes maraqları idi. 2, ümumiyyətlə topluma fayda vermək istəyirik. Yəni biz inanırıq ki, media istiqaməti dəyəri çox yuxarıdır. 2, süni intellekt baxımından bir inqilab baş verir ümumiyyətlə dünyada. Bütün industriyalar sürətlə dəyişir və biz burada geri qalırıq və geri qalmamalıyıq və burada itirdiyimiz hər saniyənin bizə xərci çox böyükdür. Ona görə şirkət olaraq hazırda fokuslandığımız yerli ekosistemin 1, qurulmağıdır. 2, praktiki həllər verməkdir. 3, yerli ekosistemi qurma prosesində ümumiyyətlə insanlara vermək istədiyimiz odur ki, dream eləyə bilsinlər, yəni fikirləşsinlər ki, Azərbaycanda yalnız copy-paste həllər deyil də, burada fundamental olaraq özündə research gedə bilər. Yəni bunu göstərmək üçün biz hazırda işləyirik. Səsi tekstə çevirən həllərin üzərində, teksti səsə çevirən həllərin üzərində və bunlar tam olaraq yerlidir. Yəni yerli sistemlərdə qurulub, yerli uşaqlar qruplar. Üçüncü tərəfdən gəlir bizə Neurotext layihəsi, hansı ki, orfoqrafik çıxan xətaları düzəldir, ümumiyyətlə yazı xətalarının düzəlməsi üçün nəzərdə tutulubdur. Marketinq texnologiyalarında isə data əsaslı qərar vermə toplumun canıdır və burada ümumiyyətlə problemlər olur. Problemlərdən biri odur ki, toplum ümumiyyətlə nə deyir, bəlli deyil. Biz bunun üçün marketinq texnologiyaları dedikdə ilk olaraq fokuslandığımız social listening tərəfi idi. Yəni onlayn sosial medianın analizi və bunun rəhbər şəxslərə təqdim olunması. Biz bu istiqamətdə hazırda Ascom, ADE, Paşa Bank, Paşanın qurumları, Bank of Baku, Rabitə Bank, Access Bank digərləri ilə əməkdaşlıqlarımız var. Access Bankla hazırda biz strateji memorandum imzaladıq təsir yönümlü. Yəni bunun da ana təyinatı o idi ki, topluma biz necə fayda verə bilərik və bu faydanın da canı gəlir ki, yetişdirmək lazımdır. Yəni pipeline-da yetişdirirsən, iş yerləri təmin edirsən və ümumiyyətlə böyüməkləri üçün ekosistem yaradırsan. Bu olur bizim 1, AI tərəfindən həllərimiz, 2, marketinq texnologiyaları baxımından və ümumi olaraq bizdə Texnoparkın rezidenti olmağın gətirdiyi faydalar 3 yöndəndir. Birinci, reputasiya baxımından, ikinci, əlaqələrin qurulması baxımından. Texnopark bizə icazə verir ki, fərqli stakeholderlarla networking eləyək. 2, icazə verir ki, reputasional olaraq özümüzü, yəni Texnoparkın rezidenti olaraq göstərək. Bunun da bizə verdiyi fayda böyükdür. Yəni bu istiqamətdə 3 də gətirdiyi vergi güzəştləri var da, hansı ki belə praktikdir, daha əllə toxunandır və bizə faydası çox böyükdür.